Fələstini vururlar, uşaqları öldürürlər. Bu hadisələri hamımız görürdük də, sosial şəbəkələrdən izləyirdik. Hamı narahat. Sual verirdilər mənə çox sual. Niyə acı bu Misir dinmir? Niyə bu Səudi Ərəbistan bir şey eləmir? Niyə o Ərəb ölkəsi bir şey eləmir? Dedim, mən sizə Qurandan bir şey deyim. Allah istəməz ki, bu batillər insanlar üçün nümunə olsun. İnsanlar üçün qəhrəman olsun. Allah onu istəməz. Allah Teala dünyaya bunu sübut eləyəcək. Kəm min fiətin qalilətin qalabət fiətən kəsirətən biiznillah. Kiçik bir dəstə böyük bir dəstəyə qalibə çalacaq. O qələbəni Uhud döyüşündə, Bədir döyüşündə qaçanların bugünkü davamçılarına verməz. Onu ona verməz. Onlar ki, Qədirxumu səqifə ilə əvəz eləyiblər. 14 əsrdə insanları aldadıblar, cəhənnəmə göndəriblər. Onlara nəsib eləməz ki, onlar insanlara nümunə olsunlar. O qələbəni verəcək Əlinin balası olan, qanı Əli qanundan olan, qeyrəti Əli əleyhissalamın qeyrəti olan, iffəti İsməti Zəhra İsməti olan bugünkü seyidlərimizə, ağalarımıza necə ki Allah nəsib elədi.